Salam əziz izləyicilərim. Yeni videoma xoş gəlmisiniz. Bugün birlikdə Gürcü xəngəlinin hazırlanmasını sizinlə bölüşəcəm. Bunun üçün mən 700 qram ələnmiş unu bir ləyənə əlavə etdim. 1 ədəd yumurta, 1 çay qaşığı duz, 300 ml su, yəni 1 stəkan soyuq su əlavə edib xəmiri yavaş-yavaş yoğurmağa başladım. Xəmir boş yox, bərk alınmalıdır. Bu cür xəmir bərk olmalıdır. Xəmir qurtardıqdan sonra 20 dəqiqə dinlənməyə qoydum. Bu arada işliyi hazırlamağa başladım. 800 qram dana ətini quyruqla birlikdə ət maşından keçirdib, içərisinə istiot, 1 çay qaşığı duz, 2 ədəd soğan, 1 ədəd də keşniş doğradım. 400 ml də soyuq su əlavə etdim. Əti tam qarışdırıb hazır qoydum kənarda. Xəmir tam dinlənəndən sonra 2 gündə ayırıb yaymağa başladım. Yaydıqdan sonra bu cür qalın alınmalıdır, nazik olmamalıdır. Nəlbəkinin köməyi ilə hamısını kəsib yığdım. Onu da qeyd edim ki, mən Gürcü xəngəlinin hazırlanmasını Ləz Yeməklər kanalında videoda tam izləyib axıra qədər, bükülməyinə qədər belə tam oradan öyrəndim. Buradan öz haqqını halal etməyini istəyirəm. Kəsib qurtardıqdan sonra nəlbəkin içərisinə yerləşdirib, içərisinə bir dolu xörək qaşığı içlikdən əlavə edib büyüməyə başladım. Büyümək üçün də bu cür sıx-sıx eləmək lazımdır. Elə büyümək lazımdır ki, əlinizə su dəyməsin ya da xəmirə də su dəyməsin. Baş hissələrinə bu cür sıx-sıx büküb, sonra onu möhkəm büzmək lazımdır və baş hissəsini büzüb qurtarandan sonra bıçaq vasitəsilə bir balaca kəsib formayı vermək lazımdır. Yəni, möhkəm sıxmaq lazımdır ki, içərisindəki su xəmiri islatmasın. Onu da qazana əlavə edəndə açıla bilər. Kəsilmiş yaymaların hamısını nəlbəkiyə yerləşdirib, içərisinə bir dolu xörək qaşığı içlik əlavə edib, bu cür sıx-sıx büküb hamısını kənara qoydum. Əgər videomu bəyəndinizsə, sona qədər izlədinizsə, abunə olub, şərhlərdə öz fikirlərinizi yazmağınızı sizdən xahiş edirəm. Ocağın üzərinə mən su qoydum qaynamağa. Artıq mən hamısını büküb hazır qoydum kənara. Göz haqqınızı halal edin, Allaha amanat olun. Allah hər kəsin ruzisini bol bərəkətli eləsin. Öz təşəkkürümü bildirirəm videomu sona qədər izlədiyiniz üçün. Su da qaynamışdı artıq. Bir xörək qaşığı duz əlavə edib xəngəlləri əlavə etdim. Hər birinizə öz təşəkkürümü bildirirəm.